Cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli Baş Prokuror. Bildiyiniz kimi Türkiyədə ölümə qətl cinayəti Azərbaycanda başlamışdır. Bu cinayətin Azərbaycanda başlamasının səbəbkarı Kickboks Federasiyasının və İdman şöbəsinin rəisi Elnur müəllim tərəfindən və Uşsanda Federasiyasının prezidenti və Kickboks Federasiyasının vitse-prezidenti və Kickboks Federasiyasının baş məşqçisi göndərilməsi təyin edilmişdir. Buna baxmayaraq, ölkənin İdman Nazirinin hesabına, yoxsa Kickboks Federasiyasının hesabına böyük pullar ayrılaraq mənim cinayətimi həyata keçirilmişdir. Və bu cinayətdə bildiyiniz kimi dünyada böyük bir səs-küy yaratmışdır. Çünki bu, mən dünya federasiyalarının önündə, yarışın qabağında hazırlanmış senariyanı həyata keçirmişdilər. Bu həyata keçirmə planı 10 gün öncədən Türkiyə Respublikasına gəlmiş, Azərbaycan Respublikasından və Rusiya ərazisindən gələrək bu planları həyata keçirmək üçün 10 gün qabaq məni izləmişdilər. İzləyəndən sonra və bu hadisəni həyata keçirmişdilər. Həyata keçirəndən sonra cinayətkarların biri bildiyiniz kimi meşə ətrafından tutulmuş, ikincisi samolyotda tutulmuş, üçüncüsü isə Rusiya ərazisindən Türkiyə Respublikasına gətirilmişdilər. Bunlar qabaqcadan hər biri 2 pasportla və qiyafətlərinin dəyişilməsi, özlərini qabaqcadan hazır olub, əlbir olub bu cinayəti həyata keçirmişdilər. Bildiyiniz kimi Azərbaycan ərazisindən Kickboks Federasiyası tərəfindən ayrılan, idmana göndərilən, Maytaya göndərilən şəxslər bildiyiniz kimi Kickboks Federasiyası tərəfindən və İdman Nazirliyi tərəfindən bunlara maliyyə, bunların dediyini öyrən maliyyə ayrılmışdır. Bu günləri bildiyiniz kimi 6 nəfər ölümə qətl cinayətində, ağır cinayətlərdə maddəsi ilə istintaq altında yatırlar. Mən inanıram ki, bizim cənab baş prokurorumuz bununla bağlı cinayət işi Azərbaycanda başlayacaq. Buna baxmayaraq dəfələrlə Azərbaycanda prokurorluğuna və bütün hüquq qanunverici orqanlarına yazaraq material toplanılıb göndərilmişdir. Ancaq hələ də baş prokuror tərəfindən Nəsimi rayonuna və Binəqədi rayonuna bu mənim yazdığım hadisələri və bütün həyata keçirilmiş cinayət işlərin hamısı orada göstərmişəm. Buna baxmayaraq hələ də bugünkü günə qədər cinayət işi başlamır. Çünki cinayətkarı bu məsələləri tapşırıq verən, maliyyə ayıran, göstəriş verən şəxsin hər kəs bilir ki, bu böyük bir adam olduğuna görə hər kəs bundan ehtiyat edir. Və inanıram ki, baş prokuror bundan ehtiyat etmədən hər bir Azərbaycan bir idmançısının, Azərbaycan İdman Federasiyasının rəhbərinin və Azərbaycan gəncliyinin və dünya federasiyaları tərəfindən ölümə qəsd törədilmiş cinayəti Azərbaycandan göndərilərək bunu həyata keçirmək üçün əlbəttə böyük bir dünyada bir biabırçılığa üzləşmişdik. Mən inanıram ki, bu cinayətə heç kəs göz yummayacaq və cinayətkar tez zamanda həbs olunacaq. Və buna inanaraq sizə müraciət edirəm. Hörmətli Prezidentimiz, Cənab Prezidentimiz, hörmətli Mehriban xanım və hörmətli Baş Prokuror. Sizə müraciəti bir daha yenə də ünvanlamaqdayım.